Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Dərəli Əzmə halının Keşkənd rayon icmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru Professor Mahirə Nağızının təqdimatında Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır mövzusunda açıq dərs keçirilib. Filialın böyük zalında keçirilən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Professor Yusif Aliyev qeyd edib ki, Qərbi Azərbaycan mövzusu bugün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfər bizə tarixi torpaqlarımıza, o cümlədən Qərbi Azərbaycana qayıdışın yolunu açıb. Bugün keçirilən açıq dərs sadəcə elmi bir mühazirə deyil, həm də gənc nəslin milli kimlik şüurunun formalaşması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Professor Mahirə Nağızı Hüseynova açıq dərsin əvvəlində doğma yurt həsrətindən, xalqımızın əsrlər boyu üzləşdiyi deportasiya və etnik təmizləmə siyasətinin acı nəticələrindən bəhs edib. O vurğulayıb ki, Qərbi Azərbaycan hər bir daşı, hər bir toponimi bizim qədim tariximizin möhrüdür. Məruzəçi həmçinin özünün elmi tədqiqatlarının və tarixi faktlara əsaslanan xatirələrinin ən vacib nüanslarını əhatə edən kitabları barədə bilgi verib. Çox məmnunam. Həddindən artıq uğurlu bir tədbir oldu və bir daha Azərbaycanın hər hansı bir hissəsində, hər hansı bir universitetində, hər hansı bir orta məktəbində belə açıq dərsləri aparmağa hazırıq. Bu yolda bütün qüvvəmizlə mübarizə aparmalıyıq. Açıq dərsdə rəsmi qonaqlar və ziyalılar, habelə filialın professor, müəllim və tələbə heyəti yer alıb. Çıxış edən qonaqlar Qərbi Azərbaycana qayıdış konsepsiyasının milli hədəflərimizdəki yerindən danışaraq, bu cür tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər. Professor Mahirə xanım Hüseynovanın Qərbi Azərbaycanın əzəli və əbədi torpağı olduğunu tələbələrin diqqətinə çatdırmaqla bizim yatmış yaddaşımızı oyadan çox şaxəli bir həm folklor nümunələri ilə, həm coğrafi terminlərlə, həm tarixi aspektdən mükəmməl bir açıq dərs nümunəsi ortaya qoydu və mən düşünürəm ki, gənc nəslin təlim tərbiyəsi içində bu cür dərslərin həyata keçirilməsi olduqca vacibdir. Çünki biz bugün Qərbi Azərbaycanın coğrafi məkan, tarixi ərazidən daha önə gedərək bir anlayış formasında dərk etməsini həyata keçirməliyik. Tədbirin sonunda Professor Mahirə Hüseynova tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb, iştirakçılara qiymətli kitablar hədiyyə edib. Sual-cavab formatında davam edən diskusiyada tarixi toponimlərimizin qorunması, folklor nümunələrinin toplanması və beynəlxalq ictimaiyyətə çatdırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib. Çingiz Qədimli üçün Şualı Qafqaz TV üçün.